Salam değerli izleyicilerimiz, sizlerin her birini salamlayırıq Salyan rayonunda. Yiğit qəhrəman oğullarımızdan biri olan İsmailov Cavad Asif oğlunun ev muzeyindən. Yiğit qəhrəman oğlumuz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldı. O oğul ki, ana qucağından isi vətən torpağını seçdi. Vətən dedi, silaha sarıldı. Bax, gördüyünüz bu evdə Zinət ana Körpə Cavadına bir zamanlar beşik başında lay deyərək onu vətən sevgisiyle, vətən sevdasıyla, bayraq sevgisiyle böyüttü. Məhz o sevgiyle böyüyen oğlumuz 44 günlük vətən müharibəsində digər silahdaşları kimi Ali Başkomandanın bir çağrışına səs verərək Azərbaycan əskəri silaha sarıldı. Bir əlində üç rəngli bayrağı, bir əlində silahı vətən torpaqlarının xilasına qalxdı. Və ağır, gərgin döyüşlərdə Qarabağın hər daşında, hər torpağında bir iz qoydu Cavad İsmailov. Qəhrəmanlıqla şəhadətə ucaldı. Bugün İgid qəhrəman oğlumuzun doğum günüdür. Ruhu qarşısında ehtiramla baş əyirik. Yaşasaydı ömrünün 24-cü baharını yaşayacaqdı. Bəy libası geyinmədi, əlinə toy hənası yaxılmadı. Bəlkə də Cavadın sevdiği bir kız vardı. Belki gönül verdiği bir kız vardı. O belkelerle de biz bu günleri yaşayırıq. Ruhunu her zaman ehtiramla yad edirik. Bugün bilirəm, Zinət ana üçün çox ağırdır. Cavadın bacıları üçün çox çətindir. Qardaş toyu görmeyen bacılarımız. Zinət ana ne kadar ağır olsa da mən istəyirəm ki, sizi həmişə qürurlu, mərd görmüşəm, heç vaxt ağlayan görməmişəm. İstəyirəm ki, Cavad sizin xatirinizdə necə qalıbsa, bax onu bizim izləyicilərimizə Cavadı tanıdasınız. Buyurun. Hər birinizi salamlayıram. Raziyə xanım, xoş gəlmişsiniz. Yanımda bugün mənə dəstək olan şəhid analarım var. Allah onlardan razı olsun, xoş gəlmişsiniz. Bizim Quran okuyan, Quran əllərinə ağır bir Quran götürən xanımlarımız var. Bu günləri yanımızda mənə dəstək olublar. Allah sizlərdən razı olsun. Sizə təşəkkür edirəm, sizə minnətdarlıq edirəm. Allah cəmi şəhidlərimizin ruhunu şad etsin. Allah bir daha müharibə göstərməsin. Cavad mənim cəyərparəmdir, 4 qızdan sonra dünyaya gələn oğlumdur. Cavad mənim xatirələrimdə qoçaq, mərd, vətənpərvər, gülərüz, xoş xasiyyət, ondan sonra böyük, kiçik yerin bilən bir oğul kimi, layaqlı bir evlat kimi qalıb. Elə də qalacaq inşallah, elə də yaşayacaq və o xüsusiyyətlərinin üstünə qəhrəmanlıq da yükləndi, əkləndi. O da yoldaşları kimi, əskər yoldaşları kimi, komandirləri kimi silaha sarılıb vətənin müdafiəsinə qalxdı. Qaydan oğulları Allah can sağlığı versin, qazilərimiz Allah can sağlığı versin. Cavadın timsalında, Azərbaycan torpaqları uğrunda canından keçən o igid qəhrəman oğlanlarımızın, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onların hər birinə böyük ehtiramımız var. Allah cəmi şəhid analarına səbir versin. Uğur AzTV saytının redaktoru, direktoru Raziyə Kamil qızına da böyük təşəkkürüm var. Allah ondan razı olsun. 5 ildir bizimlə bərabərdirlər. Allah onlara can sağlığı versin, Allah oğlum qorusun. Bizimlə bərabər olan Sargül xanım Kərbəlayı, Zeynəb xanım, onlara da öz minnətdarlığımı bildirirəm, onlara təşəkkür edirəm. Allah hər birinizdən razı olsun. Biz sizə təşəkkür edirik, bəli, dəyərli izləyicilərimiz. Bir payız günündə dünyaya gəldi Cavad İsmailov. Bir qış günündə, şaxtalı bir gündə, vətən torpaqları uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Genç yaşında ömrünün baharına bir qar yağdı bizim qəhrəmanımızın. Ruhun şad olsun İgid Cavad. Bu vətən sizi unutmadı. Vətən torpaqlarında uğrunda canınızı fəda etdiyiniz üç rəngli bayrağımız qürurla bugün dalğalanır. Ali Başkomandanın ətrafında hər biriniz bir dəmir yumruq oldunuz. İgidlər silaha sarılaraq vətən torpaqlarının azadlığını, suverenliyinin bərpası uğrunda canlarını qurban verdilər. Bugün doğma Qarabağımız azaddır. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. Vətən sizi unutmadı. Ruhunuz qarşısında ehtiramla baş əyirik, igid oğullar.